Sumqayıt şəhərində uzun illər istismar olunan və qəzalı vəziyyətə düşmüş 13 yataqxana binasının söküntüsünə start verilib. Bölgə TV xəbər verir ki, 1950-ci illərdə inşa edilmiş bu binaların sökülməsi üçün Fövqəladə Hallar Nazirliyinin verdiyi rəy əsas olub. Nazirliyin müvafiq rəyi həmin binaların yaşayış üçün təhlükəli olduğunu təsdiqləyib. İcra Hakimiyyətinin sərəncamına əsasən aparılan söküntü işləri ümumilikdə 7 hektardan artıq sahəni əhatə edir və hazırda ərazidə işlər davam etdirilir. Əsas diqqət isə burada yaşayan ailələrin taleyinə yönəlib. Ümumilikdə 1300-ə yaxın ailə köçürülmə prosesi barədə məlumatlandırılıb. İş icraçısı Vaqif Əmrovun sözlərinə görə bütün zəruri sənədləşmə işləri yekunlaşdırılıb. Sakinlər müvəqqəti olaraq kirayə mənzillərə yerləşdirəcəklər. Tikinti başa çatdıqdan sonra isə ailələr mərhələli şəkildə yeni təmirli mənzillərlə təmin olunacaqlar və ya hər ailəyə razılıq əsasında konsepsiya veriləcək. Yataqxana sakinləri illərdir davam edən mənzil problemlərinin yeni binaların inşasından sonra həll olacağına ümid edirlər. Dilbər Vüqar qızı, Bölgə TV.